buyurur İmam Buxari ki, elm soruşulan kimsə, kiməsə sual verilən kimsə öz kiminsə söhbətini, kimlənsə söhbət eləməyində davam eləyir və söhbətini qurtarır, sonra sual verənə cavab verir babı, belə desək, təqribən. Və İmam Buxari burada muradı odur ki, hədisdən də gələcək, yəni onu bildirmək istəyir ki, müftiyə kimlənsə danışdığını, kimlənsə dini söhbət, kiməsə başa salırsa, verilən, qıraqdan gələn suala mütləq həmən cavab verməyi şərt deyil. Çünki o birisinin haqqı bundan daha övlədir. Bu birinci soruşmuşdu, bundan danışır. Bundan danışıb bitirəndən sonra o birisindən danışacaq və bu sualı cavab verməmək, elmdən qaçmaq, elmi gizlətmək demək deyil. Yəni icazəlidir. Çünki o birisi səndən daha haqlı idi, sualı səndən birinci vermişdi. Və buyurur növbəti 59-cu hədisdə Qalə həddətə Muhammed ibn Sinan Əl-Əvqiyyu Hicrətin 223-cü dünyasını dəyişib. Buyurur, Qalə həddətənə Fuleyh. Fuleyh ibn Süleyman Əl-Mədəni Saduq ravidir, yəni dərəcəsi biraz aşağıdır. Və bu raviyə görə və bu rəvayətdə gəlib onun oğluna görə, iki raviyə görə bəzi alimlər, o cümlənin Şeyx Albani bu hədisi zəifləşdiriblər. Amma necə şeyx də burada buyurur və imamların əksəriyyəti onun üzərindədir ki, bu hədis şahidlərlə bir yerdə İmam Buxari Fuleyhə əhkamlarda Fuleyhdən bir dənə hədis mütabi olaraq çıxardıb, amma fəzilətli əməllərdə səfərimizə 7 ya 8 hədis çıxardıb və onlar hamısı əgər üsula zidd deyilsə, şahidlər çoxdursa və inşallah ki, hədis səhihdir. Qalə həddəsənə Fuleyh, sonra buyurur İmam Buxari və hə nə idi keçmişdik? Təhvil-ü sənəd. Yəni İmam Buxari sanki deyir ki, məsələn, Muhammed Sinan Fuleyhdən, sonra buyurur ki, və İbrahim mənə həddətəni, mənə rəvayət etdi ki, İbrahim, mənim əzbısını deyirəm, yəni, İbrahim ibn Munzir, elə bir ikinci şeyx deyir. Birinci kim idi? Muhammed Sinan idi, bu indi isə ikinci şeyx deyir. İbrahim ibn Munzir, bu da kimdir? Əl-Hizami, buyurur, qalə həddətə Muhammed ibn Fuleyh. Muhammed ibn Fuleyh də bayaq qeyd etdiyimiz Fuleyhin oğludur. Qalə həddətən əbi, yəni Fuleyh ibn Süleyman. Birinci hədisdə 2 nəfər idi, bura qədər, Fuleyhə qədər. Burada isə 3 nəfər. Sanki burada biraz nəzildir, amma sadəcə o şəhid kimi gətirib. Qalə həddətəni Hilal ibn Ali. Hilal ibn Ali İbn Əbi Meymunə tabinlərdəndir, kiçik tabinlərdəndir. Hicrətin 110-cu ilində, 110 neçənci ilində dünyasını dəyişib. Buyurur, Ata ibn Yasar. Ata ibn Yasar Əl-Hilali keçmişdik, o da böyük tabinlərdəndir. Əbi Hureyrətə buyurur, Qalə beynəmən Nəbi sallallahu aleyhi ve sellem fi məclisin yuhəddisul qovmə cəəhu ərəbiyyün fəqal. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir məclisdə bir qrup insanlara söhbət etdiyi zaman bir bədəvi ərəb yaxınlaşır və deyir, Mətəs-səə, deyir ki, qiyamət saati nə zamandır? Fəmada Rasulullah sallallahu aleyhi ve sellem yuhəddithu. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ona cavab vermir, söhbətinə davam edir. Fəqalə bə'dul qovm, və bəzi insanlar deyirlər ki, səmiyə məqal, fəkərhə məqal və qalə bə'dun bəlləm yəsmə, həttə idə qada hədisə və qal, eynə urahu səilu anissə. Və bəzi qovm deyir ki, bəlkə eşitmədi, üzr istəyəm, bəzi qovm deyir ki, Peyğəmbər sözüm yəqin ki, eşitdi, sadəcə o sual xoşuna gəlmədi, ona cavab vermədi və bəziləri ki, yox, eşitmədi və Peyğəmbər sallallahu əleyhi və səlləm sözünü bitirən qədər danışandan sonra buyurur ki, eynə, soruşur ki, hanı urahu, yəni bu ravidən mudracdır. Ravi deyir ki, Fuleyhin sözü deyir ki, azunlu yəni. Zənn edirəm soruşdu ki, qiyamət saati haqqında soruşan ki, hanı? Qalə mə hə ənə ya Rasulallah. Deyir ki, mənəm ya Rasulallah. Qalə fə idə duyyətil əmənətu fəntədir səə. Onda Peyğəmbər sallallahu buyurur ki, əmanət zay olduğu zaman, yəni əmanət ortadan qalxdığı zaman saati gözləyin. Qalə keyfə idaətuhə və kişi təzdən soruşur ki, onu zay etmək necə olur? Buyurur ki, qalə idə vussidəl əmru ilə qayri əhlihi fəntədir səə. Əmr, iş öz əhli olmayan kəslərə həvalə olunduqda saati, yəni qiyamət saatını gözlə. Yəni burada məclis yuhəddisul qovm sözünə görə, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin kimlənsə danışmağına elm məclisi adlandırırlar, çünki hədis danışırdı. Yəni məclis adlanır. Bizim də elm məclisi oradan götürülür. Dəlil. Həmçinin faydalardan təlimun nəs fi əvqati müxtəlifə. Müxtəlif vaxtlarda, namazdan qabaq, namazdan sonra, uyğun vaxtlarda insanlarla danışmağın, elm öyrətməyin icazəli olmağı.
Və sonra hədisin davamında ravi ki, deyir, bir ərəbi bədəvi gəlir, Peyğəmbər sallallahu əleyhi və səlləm soruşur ki, saat nə vaxtdır? Bu sual əslində fayda verməyən sualdır. Yəni, necə ki, Cəbrailin hədisində gəlib, mətəsə və Peyğəmbər sallallahu bəzi rivayətlərdə gəlir ki, cavab vermir ki, 3-cü dəfədən, bəzi rivayətlərdə gəlir, üzünü çendərir. Axırda 3-cü dəfədən deyir ki, məl məsulən həbə'əlim minəs-sə'il. Keçmişdi ki, onu soruşandan artıq bilmir. Yəni, bu sual fayda verməyib, birbaşa fayda verməyib, vacib olmayan sual olduğu üçün bir təfsirdə odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm həmən bədəvərəbə dərhal cavab vermədi. Çünki başqa hədislərdə gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşurlar, hətta xutbəni yarımçıq kəsir. İqamədən sonra soruşurlar, iqaməni, yəni cəmaatı gözlədir ayaq üstə, nə qədər uzun uzadı insana başı salır. Cəmi odur ki, bunlarda ehtiyac var idi, tarih ehtiyac idi, lazım idi anında. Bu isə elə sualdır ki, yəni bu indi dediyim, biraz sonra dediyim, o elə bir əhəmiyyət kəsb eləmir. O yüzden Peyğəmbər sallallahu əleyhi və səlləm ona cavab vermədi. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bundan Cəbrail hədisində sual nə vaxtdır yox, daha faydalı olan nəyini keçir, həmçinin bu hədisdə daha fayda gətirə bilən şey nədir? O da əlamətlərini başa salmağa keçir ki, əlamətlərini bilə ki, insan, yəni qiyamət saati üçün qorxsun, çəkinsin, hazırlaşsın. Və buradan götürürlər ki, alimlər qayda götürür ki, deyirlər ki, husnus suali nisful ilm. Deyirlər ki, sualın gözəlliyi elmin yarısıdır. Yəni, sən nə sual verərsən, elə cavab alarsan. Həmçinin elm üçün çalışmaq, can atmaq, sual vermək və sahabələrin elmə həris olmaqları, necə ki, bədəvi ərəb olmağına baxmayaraq, uzaq yoldan gəlib, səhradan gəlib, Peyğəmbər sallallahu əleyhi və səlləmdən sual vermək üçün. Və eyni sual Peyğəmbər sallallahu əleyhi və səlləm bəzi müxtəlif vaxtlarda verilir və cavablar da müxtəlifdir. O da biz qeyd etmişdik ki, soruşanın halına görə və yaxud da ki, Allah Subhanahu taala bu vaxtı bu vəhi vermişdi, bu vaxt başqa cür cavab verir vəhi vasitəsilə Peyğəmbər sallallahu əleyhi və səlləm. Yəni bunlar hamısı ümumilikdə götürsək qiyamətin əlamətlərindəndir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm o sual verilən vaxt öz sözünə davam edir və bu da dəlildir ki, alim tələbiyə, soruşana ondan üz döndərməklə sanki nəyisə işarə edə bilər və ona tənbih eləyə bilər ki, sən düzgün hərəkət eləmirsən, mən danışdığım yerdə sual atırsan ortaya, cavab verməməklə. Bu da icazəlidir, yəni ədəbsizlik sayılmır. Və bəzi qövm dedi ki, Peyğəmbər sallallahu bəziləri dedi ki, eşitdi, xoşu gəlmədi üçün cavab vermədi. Bəziləri dedi ki, eşitmədi və Peyğəmbər sallallahu sözünü bitirəndən sonra soruşur ki, urahu deyir burada, ravi urahu. Urahu bu söz Peyğəmbər sallallahu sözü deyil, o həmən Fuleyhin sözdür. Yəni urahu Fuleyh deyir ki, yəni elə zənn edirəm, dedi ki, əs-səylanissə, eynəs-səylanissə. Saat haqqında, yəni qiyamət haqqında soruşulan hardadır ki, ona cavab versin. Və həmçinin buradan faydalardan çıxartmaq olar ki, əgər sual verən öz sualında kobudluq eləyərsə, cahillik eləyərsə, alim tələbəsinə, sual verənə yumşaq olmalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm baxmayaraq ki, onu tənbih elədi, amma onunla bərabər ondan yumşaq davrandı və soruşdu ki, hanı o? Çağırın gəlsin. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm onun sualına cavab verməklə sanki onun nəfsini rahatlayır. Eynəs-səil soruşmaqla ki, hanı? Və həmçinin burada elm tələbəsində ədəb qaydası var ki, əgər alim fitva verən bir kəsdən danışırsa, belə ortaya qarışmaq düzgün deyil, ədəbdən deyil.